Salam, hər vaxtınız xeyir olsun, dəyərli tələbələr. Hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Deməli, bu gün sizinlə dimin qəbul imtahanına düşən sualların bəzilərinin izahına baxaq. Deməli deyir ki, elektron cədvəldə D2 xanasında yazılmış düsturu Y3 xanasına köçürdükdə Y3 xanasında hansı düstur alınır və qiyməti neçə olar? Deməli biz bilirik ki, hər hansısa bir xanadan hər hansısa bir xanaya düsturu köçürərkən biz sütunun və sətrin necə dəyişməsindən asılı olaraq düsturumuzda həmin dəyişməni tətbiq edəcəyik. Məsələn, D2 xanasından hara köçürdük? Y3 xanasına. Biz bilirik ki, D2 xanasından, yəni deməli sütun olaraq A, B, C, D və Y sütunu gəlir. D sütunundan Y sütununa bir sütun olaraq keçib. Deməli, sütun olaraq biz plus 1 adlamışıq. Yəni, biz yazırıq ki, sütun plus 1. Çünki D-dən Y xanasına keçiririk. Sətr olaraq ikinci sətirdən üçüncü sətrə, yəni sətr olaraq da plus 1 artıb. Və bunu düsturumuzda tətbiq etsək, A dollar 2 üstə gəlinsin dollar B 3 üstə gəlinsin dollar C dollar 1 üstə gəl 2. Sütun plus 1, sətr plus 1 tətbiq edək. A sütununun üzərinə bir sütun gəlsək olacaq B dollar 2. Bilirik ki, nisbi və mütləq ünvan var. Mütləq ünvan qarşısında dollar işarəsi olan ünvandır və bu heç vaxt dəyişmir. Bunun üçün B dollar 2 üstə gəlinsin. B sütunu mütləqdir, dəyişmir. Dollar B 3 sətri sətr plus 1 tətbiq edərək 4-ə çevrilir. Dollar C, dollar 1 bu mütləq ünvandır, dəyişmir. Dollar C, dollar 1. 2 isə heç bir zaman dəyişmir, sabit olaraq qalır. Deməli, B dollar 2, dollar 4, dollar C, dollar 1 üstə gəlsin 2. A deyil. Baxaq. Baxaq. Gəlin qiyməti də hesablayaq. Deməli, keçid edərkən B2. B2 bizə verir 2, üstə gəlinsin. B4. B4 bizə verir 4. C1 bizə verir 1. Üzərinə də gəlsək 2-ni, deməli 6, 6, 7, 9. Deməli, bizə 9 verəcək. Yəni, bizim bu cavablarımız gedir. Yalnız 9 olan A və B-dir və A-nı baxdıq ki, seçə bilmirik. Çünki A dollar 2 yox, B dollar 2 olmalıdır. Yeni düsturumuz. Bunun üçün isə cavab B variantıdır. Daha sonra keçək Python dilində yazılmış proqramın nəticəsinə baxmağa. Baxaq. Deməli, def funksiyasıdır, alt proqramdır. Gəlin baxaq, def alt proqramı nə edir? Deməli, əziz uşaqlar, nə edirsiniz? Siz for dövrünə düşməzdən öncə def alt proqramın nə iş gördüyünə baxmalıyıq. Baxırıq ki, sətr tipinə çevirir. Biz bilirik ki, str sətrə çevirir. Yəni, int tipində daxil edilmiş 5-i str tipinə çevirəndə bu 5-i sətr kimi görür. List siyahıya salır. Reverse tərsinə düzür. Join sətri siyahını sətrə çevirir və A-nın üzərinə sətr tipində olan B-ni int tipinə çevirir, toplayır.
və return A. Deməli, əvvəlcə daxil etdiyi ədədi tərsini çöndərib ədədin üzərinə gəlir. Çünki reverse etdiyini join eləyib sətrə çevirir. Sətrə çevirdiyini də ədəd tipinə çevirib əvvəlki dəyərdən toplayır. Gəlin baxaq. For K in. Baxın, biz müraciət edərkən iterasiyalı dövrdə for I in, for I in range olaraq müraciət edə bilərik. Biz bilirik ki, hal-hazırda burada for K in. I burada elementin bir özünü götürür. Yəni bizim elementimiz K element olacaq. Əvvəlcə 21-i, 56-nı, 121-i və nəhayət hər birini bir götürdükdən sonra 231-i götürəcək. S bərabərdir UK. Baxın, S bərabərdir U, K nədir? 21. Biz baxırıq ki, bu U def UA alt proqramına getməlidir. Atdıq bunu alt proqrama. Def UA, yəni U21. 21-i qoymuşuq. Nədir? B bərabərdir str A. Sətr tipinə çevirir, 21 edir. C bərabərdir list B. Yəni B özündə 21-i saxlayırdı mı? C nə oldu? List tipində 2 və ayrıca 1 kimi bunu siyahı tipinə çevirir. C bərabərdir reverse. C-ni reverse elə. Reverse əksinə çevir. Yəni 1 ilə 2-nin yerini dəyişdi. Daha sonra B bərabərdir boşluq nöqtə join C. Yəni siyahını sətrə çevirdi. 1, 2 kimi sətrə çevirdi və bunu B-də saxladı. Daha sonra A bərabərdir. A üstə gəlinsin. Int B. A nə idi? Baxın, burada atmışdıq. 21 idi. Üzərinə gəldi. B nədir? Sətr tipində 1, 2. Lakin int B deyir. Int biz dəyişənlərin tipi keçdiyimiz zaman bilirdik ki, int tipi ədədə çevirir. 1, 2 sətr tipində idi. Ədədə çevirdi. 12. Topladı və cavabı aldı 33. Return A, yəni 33 geri qayıtdı. Return qiymət alan kimi dövrü tərk edir. Deməli, 33-ü aldı, return qiyməti qaytardı, 33 dəyərlə çıxış verdi. Gəldi, burada yerinə, burada 33-ü aldı. Burada yerinə qoyarkən 33-ü sətr tipinə çevirdi. Və deyir ki, if s.count, baxın, str 3, 3 düzdürmü? Bunlar 0, 1 nömrələnir. İndeksləmədə keçmişik. If s.count, əgər sətrində count saymaq deməkdir. S0, S0 3-dür. 3 bərabərdirmi? Len S. Len S'in uzunluğu nədir? 1, 2. 3-ün sayı 2-də nədirmi? Bəli, ödəndi. Deməli, D bərabərdir. D üstə gəl K. Götürdüyümüz K-nı, K 21 idi. D-nin üzərinə gəldik. D isə 0-dan başlayırdı. D 21-i götürdü. Daha sonra 56-nı götürək. Əgər hər hansısa bir başa düşmə indiyənə qədər olmadısa, 56-ya baxaq. 56 nə idi? 56-nı götürdük. U, K. K 56-dır. 56. Baxdıq ki, def alt proqramına getmək lazımdır. 56-nı qoyduq. Str tipinə çevirdi. Bəli. Listə çevirərkən 5, 6, reverse elədi. Oldu 6, 5. Gördünüz, tərsinə çevirdi. 56-nı çevirdi, elədi 6, 5, 65. Join etdi, boşluqdan birləşdirdi 65. Sətr tipinə çevirdi. A bərabərdir. A üstə gəl int B. Baxın B.
B nə idi? 65 sətr tipində. A nə idi? 56. 56-nın üzərinə nə gəldi? 65-i int tipində. Hazırda STR tipindədir. İnt tipində 65. Cavab etdi 11. Bir yazırıq. Bir yadda 11, bir də 12. 121. İndi gətirdi bura 121-i. Bax, bu bütün 121-i qaytardı. Qaytararkən deməli buranın dəyəri 121 oldu. Sətr tipinə çevirdi 121-i sətr tipinə. İndi deyir if s.count s0 121 nömrələsək 0 1 2 l-ni 3-dür. S0 isə bizə sıfırıncı elementi qaytarır. Sıfırıncı elementimiz 1-dir. Bərabərdirmi deyir sayı? Count sayı deməkdir. Bunun uzunluğu isə 3-dür. 1 burada 3 dənədirmi? Xeyr. Deməli, mən 56-nı toplamada iştirak etdirməyəcəm. Artıq biz bilirik ki, def alt proqramı nə iş görür? Ədədin özü ilə tərsini cəmləyir. Əgər özü ilə tərsi eyni rəqəmli ədəd verirsə, biz onu cəmləmədə iştirak etdirəcəyik. 121-in üzərinə 121 gələndə eyni rəqəmli olmur. 77-nin üzərinə 77 gələndə eyni rəqəmli olmur. 34-ün üstünə 43 gələndə bəli, 77 eləyir. Biz bu 34-ü götürürük, ədədin özünü götürürük. Çünki K-nı toplayır, fikir verin. 108 bu şərti ödəmir, 12 bu şərti ödəyir. 12-nin üstünə 21 gələndə 33 edir. Bəli, götürürük 12-ni. 76 və 231 də bu şərti ödəmir. 21, 34, 12-ni cəmləyəndə bizə verir 67. Cavab B variantı. Sual çox rahat suallardan biridir. Asan sualdır. Gələk, baxaq görək. Burada nə deyir? Deyir ki, boş mətn fayllarına aralarında bir boşluq olmaqla ardıcıl 250 dənə apple, 150 dənə banan, 200 dənə kiwi sözləri yazılıb. 125 dənə apple sözü seçilib, bir dəfə backspace klavişi basılıb. Deməli, əziz şagirdlər, əgər biz yazdığımız sözü, apple sözünü seçib backspace düyməsini sıxsaq, həmən sözü olduğu yerdən siləcəyik. Daha sonra, deməli, yazdığı 250 dənə apple sözündən 125-ini artıq silib. Sonra deyir, banan sözlərinin isə hamısını seçərək bir dəfə Ctrl+X. Dəyərli şagirdlər, Ctrl+X düyməsini basarkən bizim seçdiyimiz söz, məsələn, tutaq ki, banan sözü yazmışıq, banan sözü, banan. Məsələn, banan. Biz bunu seçib Ctrl+X edərkən söz öz yerindən tamamilə silinir. Lakin mübadilə buferinə düşür. Əgər biz onu Ctrl+V etsək, yapışdıracağıq həmən yerə. İndi baxaq görək Ctrl+V edilibmi, edilməyibmi? Sonra Ctrl+V edilmədən kiwi sözü seçilir. Bir dəfə Ctrl+Copy edilir. Yəni kiwi sözü yerində qalır. Lakin Ctrl+Copy edib mübadilə buferinə köçürdür. Sətirdə, daha sonra yeni sətirdə 2 dəfə Ctrl+V. Yəni siz 5 dənə kiwi, tutaq ki kiwi, 2 dənə kiwi sözünü götürdünüzsə, sizin götürdüyünüz o 2 dənə kiwini Ctrl+V etsəz, eyni birəbir kiwi olaraq yapışacaq. Yəni 10 dənə sözü Ctrl+Copy etmisinizsə, onu əgər Ctrl+V edərkən onu da birdən Ctrl+V ilə yapışır. Və yeni sətirdə 2 dəfə Ctrl+V klaviş kombinasiyası sıxılır. Nəticədə faylda neçə hərf olar? Deməli, biz artıq dedik ki, 250 dənə apple sözünü yazıb, 150 banan, 200 kiwi sözü. Sonra 125 dənə apple sözü seçilərək bir dəfə backspace düyməsi sıxılıb. Yəni 250-dən 125-i silinib. Qalıb 125 dənə apple sözü. Apple sözündə 5 dənə hərf varsa, vururam hərflərin sayına.
Deməli, 25 5 yazırıq 2 yadda, 10 12 2 yazıram bir yadda. 625 dənə Apple sözü var. Baxaq, 200 dənə kiwi sözü yazıldı. Bir dəfə, the Bixby banan sözünün isə hamısını seçib Ctrl X etdi. Yəni yazdığı banan sözünü tamamilə sildi. Heç yazmamış kimi. Kiwi sözlərinin isə hamısı seçilərək Ctrl copy edildi. Kiwi neçə dənə idi? 200 dənə kiwi idi. Kiwi sözündə 4 dənə hərf var. 800 dənə hərf var burada. Seçilərkən Ctrl copy edildiyinə görə öz yerində qalır. Daha sonra 2 dəfə Ctrl V edib. Yəni, baxın, 2 dəfə bu 200 vurulsun 4 bərabərdir 800. 200 vurulsun 4 bərabərdir 800. Yəni, burada 4 hərfli 200 dənə kiwi sözü var idi. 800, 800, 800 kiwi sözü yarandı. Bu kiwi sözündə 2400 dənə hərf oldu. 625 isə Apple-dan qalmışdı. 5, 2, 0, 3025 dənə. Deməli, Y variantındadır cavab. 3025 dənə hərf yarandı. Bu da çox rahat suallardan biri idi. Daha sonra keçək bir sonraki rahat sualımızdan birinə. Deməli deyir, A bərabərdir 45, B bərabərdir 98, C bərabərdir. Baxın, deməli, əziz şagirdlər, bizim C-miz bir qiymət alıb. C dəyişəni bir dəyər alıb. Baxaq görək bu hansı dəyərdir. Deməli, əgər biz bu cür tam bölmədən istifadə etsək, məsələn, biri var biz 5-i bölürük 2-yə, bu zaman 2,5 düşür. Və yaxud da 4-ü bölürük 2-yə, 2,10 buradan sıfırını. Çünki biz bir çubuq ilə böldüyümüz zaman həqiqət edə alırıq. Lakin 2 çubuqla bölən zaman, dəyərli şagirdlər, tam hissəni götürürük. Məsələn, 5-i 2-yə böləndə neçə düşür? Tam hissə 2, baxın, biz 5-i 2-yə bölərkən tam hissə 2, qalıqda isə 1 düşür. Düzdür? Bizə baxın, 2 çubuqla bölərkən bu 2 lazımdır. Deməli, B 98-dir. Onu A-ya, yəni 45-ə bölərkən tam hissəmiz 2 düşür. Bu 2-ni, bu isə qalıqlı bölmə deməkdir. Yəni 5-i 2-yə bölərkən bizə qalığı verir. Qalıq isə tam hissə 2 düşürsə, qalığı 1 düşəcək. Deməli, biz 2-ni 10-a bölərkən bizim qalığımız 2 düşür. Yadınızda saxlayın. Əgər bölünən böləndən kiçikdirsə, tam hissə 0, qalıq bölünənin özüdür. Deməli, mənim C-m 2 alacaq. If, baxın, biz ifin şərtini bilirik. Əgər if şərti ödənərsə, qapılar açılır, ifin içinə giriş baş verir. Əgər if öz şərtində doğru olmarsa, o zaman qapı girişə icazə verilmir. If özü ilə eyni sırada duran və ona ən yaxın elsə keçir. Baxın, bu if ödənmədiyi zaman bu else icra edilmir. Çünki bu else bu ifin yox, bu ifindir. Odur ki, biz bu ifin şərtini yoxlayacağıq. Əgər ödəsə, qapılar açılır, içəri giririk. Ödəməsə, özü ilə eyni sırada duran else keçməliyik. İndi baxaq. If A faizli bölmə C, yəni A-nı C-yə böləndə qalıq 1-dirmi? A 45-dir, C isə 2. 45-i biz C-yə 2-yə böləndə, bəli, tam hissəsi bizdə verir, deməli, 24, yox, deməli, tam hissəsi bizə verir 22, qalıq hissəsi verir 1. Deməli, biz 25-i, əziz şagirdlər, 2-yə bölərkən bizdə tam hissəsi düşür 12, üzr istəyirəm, çox üzr istəyirəm, 12 tam hissəsi, 45-i tam hissə 2-yə bölərkən düşür 10,
Bircə dəqiqə qarışdırdım bu hissəni. Bircə dəqiqə, bircə dəqiqə, bircə dəqiqə. Düz demişdim 24. Qarışdırdım. Bu birisi 25-ə getdi ağlım. Bircə dəqiqə deməli 45-i, 45-i 45-i tam hissə 2-yə bölsək, bizdə düşəcək 22, 22. 22, 22-ni 2-yə vuranda eləyir, deməli 44. Qalığımız nə qalır? 1, düzdürmü? Deməli, biz 45-i C-yə, yəni 2-yə bölsək, qalıqda 1 alınar mı? Və 2 bərabər odur ki, qalıqda 1 olar mı? Sual soruşur. 1 bərabər mənimsətməli. 2 bərabər, yəni bərabərdirmi? Bərabərdir. Bəli. Bəli. Çünki qalıq 1 qalır. O zaman qapı açılır, giririk içəri. B bərabərdir. B-ni bölür C-yə. B nə idi? B 98. C nədir? C isə 2. Deməli 98-i deyir 2-yə böləndə 98-i 2-yə böləndə tam hissə nə qədər edir? Biz bu B-ni yazacağıq. 98-i 2-yə böləndə tam hissə 49 edir. Baxın, B 49 etdimi? B-nin buradakı qiymətini unuduruq artıq. B yeni dəyər alıb 49. Deyir ki, if, baxın, indi bu if ödəndiyinə görə bu if artıq icra edilə bilər. Bu if ödənsə, bu ödənməsə özünə yaxın else, ən yaxın else keçəcək. Baxaq. B nədir? 49. 2-yə böləndə qalıq 1-dirmi? Baxın, 49-u 2-yə böləndə tam hissə 24 düşür. 24 düşür və qalıq 1 edirmi? Bəli. Deməli, 24-ü 2-yə vuranda 48. Deməli, bizim orada qalığımız 1-dir. Bəli, bu ödəndi. Ödəndiyinə görə elsə qəti şəkildə baxmırıq. B təzə bir qiymət aldı. B oldu 50. Artıq bu if ödəndiyinə görə bu elsə-də baxmırsınız. Çünki if şərti ödənmədiyi zaman elsə baxırsınız. B oldu 50. If B böyükdürmü A-dan? B-nin yeni qiyməti 50, A isə qiymətini dəyişməyib 45. 50 böyükdürmü 45-dən? Bəli, şərt ödəndiyinə görə elsə baxmırıq. A üstəgəl B, A-mız 45, B-miz 50. Toplayarkən bizə 95, yəni Y variantının cavabını verəcəkdim, dəyərli şagirdlər. Əziz şagirdlər, digər sualların da izahları olacaq. Odur ki, kanalımıza abunə olmağı və izləməyi unutmayın. Gələn dərslərdə görüşənə qədər.